Yəqin ki, videonun girişində olan hissənin nə olduğunu düşünən izləyicilər var. Qısa cavab verməli olsam, bəli, bugünkü mövzumuz şər arqumentidir. Uzun cavab verməli olsam, bu dünyadakı şər adlandıra biləcəyimiz proseslərin videosudur. Çox zaman sosial şəbəkələrdə belə bir halına rastlaşırıq. Misal üçün, teistlər bu məsələni bir qədər mizah formasında bu cür ifadə edir. Allah varsa, Afrikada uşaqlar niyə acından ölür? 2025-ci ildə bu arqumenti istifadə edən ateist sərədə qalıb kimi belə bir iddia səsləndirirlər. Sanki şər arqumenti həqiqətən də cavabını tapmış və artıq ateistlər tərəfindən istifadə olunmamalı arqumentdir. Mən bu gün şər arqumentini yenə də videonun 2 və yaxud da artıq videonun gedişatından asılı olaraq 3 hissəyə böləcəm. Bu videoda müəyyən filosofların fikirlərini səsləndirəcəm. Daha sonra bu videoya gələn şərhlər və eyni zamanda mənim demək istədiklərim növbəti videolarda öz yerini alacaq. İlk olaraq şər arqumenti hardan çıxdı? Bəli, Yunan filosofu Epikür ilk dəfə şər arqumentini sistematik formada ifadə edən şəxs olmuşdu. Epikürə görə kainatımızda şər mövcuddur və Tanrının hər kəs tərəfindən qəbul olunan 3 xüsusiyyəti var. Sonsuz bilgi, sonsuz güc və mərhəmətli olması və şərin mövcud olması bu 3 xüsusiyyətin hər birinin ziddiyyət təşkil edir. Yəni, əgər kainatda şər mövcuddursa, demək ki, Tanrı sonsuz güclü deyil. Çünki sonsuz güc sahibi olsaydı, şərin qarşısını alardı. Kainatımızda şər mövcuddur və Tanrı şərin qabağını almaq istəmir. Bu zaman Tanrı mərhəmətli varlıq deyil, sadist varlıqdır. Yox, Tanrı şərin qarşısını ala bilmirsə, yəni buna gücü yetmirsə və kainatımızda da şər mövcuddursa, bu zamanda Tanrı sonsuz gücə sahib varlıq deyil. Nəticə etibarilə Tanrı şərin mövcudluğuna görə mövcud ola bilməz. Epikürün arqumentini aşağı-yuxarı bu formada sistematikləşdirə bilərik. Teistlərin bu arqumentə verə bildiyi 2 növ cavab mövcuddur. Gəlin bu iddiaları bir-bir səsləndirək və arqumentlərin nə dərəcədə doğru olub-olmadığına bir yerdə qərar verək. Birinci iddia. Arqumentə görə, əgər bir ateist şərin və ya xeyrin nə olduğunu əsaslandıra bilmirsə, o zaman kainatdakı şər problemi ilə Tanrının olmadığını iddia edə bilməz. Amma teistlərin, yəni bu formada cavab verən şəxslərin qaçırdığı bir nöqtə var ki, arqumentin özündə şərin və xeyrin nə olduğu o qədər də önəmli deyil. Bəs şərin olduğunu ifadə eləyə bilmiriksə, arqumentdə necə şəri istifadə edə bilərik? Bunun üçün teistlərin kitablarından, yəni misal üçün Quranın özündən Nisa surəsi 78-ci ayəni nümunə çəkmək olar. Bu ayəyə görə Tanrı özü də şər anlayışının mövcudluğunu qəbul edir və hətta ayədə şərin də özündən qaynaqlandığını ifadə edir. Əgər bu ayəni istinad nöqtəsi kimi götürsək, əslində şərin mövcudluğunu qəbul etmiş oluruq və artıq bu istinad nöqtəsindən etibarən arqumentimizi yenə də videonun əvvəlində Epikürün sistematikləşdirdiyi kimi ifadə edə biləcəyimizi müdafiə eləyə bilərik. Arqumentin ikinci tərəfi, yəni daha çox müzakirəyə səbəb olan hissəsi, yəni şər anlayışı ilə Tanrı eyni senaridə mövcud ola bilər. İddialarının müxtəlif verilən cavabları incələyək və baxaq görək tam olaraq bu cavablar şər arqumenti üçün geri cavab sayıla bilərmi? Birinci cavab xristian teoloq Plantinqanın arqumenti ilə başlayaq. Plantinqaya görə Tanrı insanları azad iradəli yaradır və azad iradəli yarandığı üçün insanlar istənilən ehtimallı kainatlarda mütləq şəkildə şərin mövcudluğuna səbəb olacaqlar. Yəni, Tanrı insanları azad iradəli formada yaratmasaydı, bu zaman imtihanın bir məqsədi olmayacaqdı. Tanrı insanları azad iradəli yaratdı və buna görə də şərin olması əslində bu imtihanın olması üçün labüd bir prosesdir. Arqumentin həqiqətən çox ciddi bir xətası var. Çünki arqument cənnət və cəhənnəm anlayışlarındakı şər tərəfini, yəni cəhənnəmin mövcudluğunu göz ardı edərək və həmçinin imtahanın olması üçün şər anlayışının mövcudluğunu iddia edərək arqumenti cavablamış olduğunu düşünür. Amma əslində şər arqumentin öz içərisində həm cəhənnəmin mövcudluğu, həm imtahan bahasına olursa olsun şərin yaranması yenə də şər anlayışının mövcudluğuna cavab verilmiş sayılmır. Gəlin izahı daha da sadələşdirməyə çalışaq. Yəni, Tanrı mahiyyəti etibarilə mərhəmətli varlıqdır. Onun mərhəmətli varlıq olması şər və pislik etmə potensialının olmadığını göstərir. Amma arqumenti istinad eləsək, bu zaman Tanrının azad iradəli olmadığını görürük. Əgər Tanrının azad iradəli olduğunu qəbul ediriksə, o zaman şər etmə potensialı olmadan da Tanrının azad iradəli olduğunu göstərə bilərik. Yəni, insanın azad iradəli olması üçün və yaxud da imtahanda iştirak etməsi üçün mütləq şəkildə onun şər etmə potensialının olması labüd deyil. Burada belə bir əks cavabı səsləndirilə bilər ki, əgər biz bir imtahandayıqsa və bizim şər etmə potensialımız və yaxud da şər etmə iradəmiz yoxdursa, o zaman nəyə əsasən imtahan olunacaq? Bunu Leibniz fəlsəfəsində də görə bilirik. Leibnizə görə Tanrı yarada biləcəyi ən mükəmməl kainatı və yaradılışı yaradıb.
Amma Mackey görə Tanrının yarada biləcəyi ən mükəmməl kainat bu ssenaridə deyil. Ona görə Tanrı şərin mövcud olmadığı və azad iradənin olduğu bir ssenariyə görə insanı yaradıb imtahan eləyə bilərdi. Amma əgər şər yoxdursa və azad iradəmiz varsa, Tanrı nəyə əsasən bizi cənnətə və yaxud da cəhənnəmə yollayacaq? Gəlin bu iddianı hamımızın anlaya biləcəyi nümunələr üzərindən izah etməyə çalışaq. Düşünək ki, bir futbol çempionatıdır və bu çempionatın sonunda qalib gələn və ilk 3 yeri bölüşən komandalara kubok və yaxud da digər medallarla təltif olunur. Amma yerdə qalan digər komandalar isə heç bir mükafat əldə etmir. Bu çempionat sizcə mənasız və anlamsızdırmı? Təbii ki, xeyr. Əslində Mackey'nin iddiası da məhz bu prizmadan baxıla biləcəyi formadadır. Yəni əslində Tanrının yaratma forması və imtahan etmə forması, həmçinin imtahanın sonunda mükafatlandırma forması da bizim bu çempionatı formasında mövcud ola bilər. Bu iddiaya başqa bir nöqtədən də cavab vermək mümkündür. Misal üçün, əgər Tanrı həqiqətən də imtahan etmək üçün azad iradəni mövcud etməli idi və tutaq ki, bunu da qəbul eləyək ki, azad iradənin olması üçün insanların şər etmə potensialının olmamasından başqa şansı yoxdur. Bu həqiqətən də dünyadakı, kainatdakı şərin mövcudluğuna bir əsas verirmi? Əgər belə olsaydı, insanlara bu imtahanın nəticəsi olaraq, mükafat olaraq verilən cənnətdə azad iradənin olması daha ağla batan deyildimi? Bizim bildiyimiz cənnət təsvirlərində insanların, yəni ora düşən şəxslərin azad iradəli olmadığı anlaşılır. Çünki oradakı şəxslər heç bir pislik, heç bir şər edə bilməyəcək potensialdadılar. Bu zaman cənnət o qədər də uğurlu bir məkan təsviri deyilmi? Və yaxud da əgər dünyamız cənnətdən daha yaxşı bir yerdirsə, çünki azad iradənin burada olduğunu qəbul etsək, o zaman cənnət isə mükafat kimi görülmür. İmtahan mövzusuna cavab verdikdən sonra Swinburne'un əslində şər insanları kamilləşdirici və yaxud da inkişaf etdirici formada ola bilər iddiasına toxunaq. Swinburne'a görə Tanrı kainatdakı şərləri ona görə yaradıb ki, əslində hər bir şər üzərindən biz inkişaf edir və cənnətin qatlarının daha yaxşı hissələrinə layiq olmağa çalışırıq. Swinburne iddiasını məhz çempionatdakı bu iddia ilə əlaqələndirmək olar. Necə? Misal üçün, çempionatda komandalar ilkin olaraq zəif komandalarla qarşılaşır və zəif komandalar üzərində qalib gəldikdən sonra daha güclü komandalarla qarşılaşırlar. Misal üçün, finalda bir komanda Real Madrid və yaxud da Manchester City kimi daha güclü komandalarla qarşılaşaraq onlar üzərində qələbə çaldıqdan sonra həmin çempionatın ən önəmli tituluna sahib olurlar. Əslində Swinburne'un arqumenti də burada qeyd etdiyimiz məsələ ilə uyğunlaşır. Yəni Tanrı insanları şeytanın vəsvəsəsindən uzaq durduğu halda cənnətin daha yüksək mərtəbəsi ilə mükafatlandıra bilər. Əslində Swinburne'un iddiasını o zaman doğru qəbul etmək olardı ki, bu dediyi arqument Tanrının olmadığı bir kainat modelində, yəni naturalistik çərçivədən izah olunan kainat modelində istifadə edilmiş olsun. Amma Tanrının olduğu, yəni qəbul edildiyi bir ssenaridə şərlərin insanı kamilləşdirməyə və yaxud da inkişaf etdirməyə apardığı iddiasını götürmək o qədər də ciddi səslənmir. Çünki Tanrının insanları kamilləşdirmə cəhdi yenə də şərin mövcudluğunu labüd etmir. Bu videoda səsləndirdiyimiz Swinburne'un şərin insanları inkişaf etdirmə, həmçinin Plantinganın imtahan üçün və yaxud da azad iradənin mövcud olması üçün şərin mövcudluğunu iddia etmələri əslində şərin niyə görə olduğu sualına cavab vermir. Növbəti videoda daha fərqli arqumentləri səsləndirəcəm və həmçinin şər arqumentinin 2 yerə bölünmüş hissələrini daha ətraflı formada izah edəcəm və niyə görə müasir ateizmdə şər arqumentinə daha fərqli yanaşılır iddialarını cavab verməyə çalışacağam. Əlbəttə bu video ilə bağlı hər hansı bir suallarınız və yaxud da növbəti videolarda hansı mövzularla bağlı videoların gəlməyini istəyirsə şərhlərdə qeyd edə bilərsiniz. Sağ olun, görüşənədək.